Gününüz nura boyansın. Çox hörmətli Aynı SMB mediasının izləyiciləri. Sizlərlə bu dəfə 2026-cı təqvim ilinin ikinci bazar günündə, əlbəttə, Poeziya Saatı proqramında görüşürəm. Odur ki, öncə hər birinizə şeir kimi axarlı, təb kimi rəvan bir həyat arzulayıram. Əlbəttə, bu arzunun həyata keçməsindən ötürü mən bu dəfə də sizlərə öz şeirlərimlə, yazdığım, müəllif olduğum şeirlərlə yardım edəcəm. Ancaq məsələ burasındadır ki, bu dəfəki şeirlərimin mövzusu vətən və vətəndaş məfhumlarını əhatə eləyir. Yəni, bu dəfə sizlərə təqdim edəcəyim şeirlər vətən və vətəndaş mövzularındadır. Beləliklə, ilk şeirimi təqdim edirəm. Müəllif olduğum ilk şeirin adı belədir: Zəfər günündə düşüncələr. Özür istəyirəm. Sadəcə say deyil 44 rəqəmi, var onda vətənin sevinci, qəmi. Müzəffər ordumuz düz 44 dəfə dəmir yumruğunu vurdu hədəfə. Titrətdi dünyanı lap ilk zərbədə. Fransa, Rusiya aldı bərk zədə. Haropun hədəfi məhv etmə anı qorxutdu, təşvişə saldı İranı. Artıq Ermənistan arxalı köpək şirin qarşısında tək qalmışdı, tək. İtirmişdi başın hiləgər Putin, qoruya bilmirdi qudurmuş itin. Ekranlar göstərib car edirdi car, İskəndəri necə vurdu Bayraktar. Salavyov, Kisilyov pərt olurdular. Qızarır, bozarır, sərt olurdular. İrəli əmrini alandan bəri geri çəkilmirdi vətən əskəri. Vətən icidinə şahid olurdu. O qazi ya da ki şəhid olurdu. Şəhid örneği ilə General Polad vətən əskərinə vermişdi qanat. Yüksək ünvan idi onun zirvəsi, oradan ucalırdı himnimin səsi. Qan tökürdük Azərbaycan naminə, yaşamırdıq bədəndə can naminə. Amma ki deyildi adi bir qutu, ünvana yollanan şəhid tabutu. Gözlər yaş dökürdü o gələn zaman. Sanki ağlayırdı yer, göy, asiman. Öz bahar çağında bitən ömürlər olurdu yel kimi ötən ömürlər. Fəqət xatirəsi o ömürlərin bahar tək ilıqdır, ümman tək dərin. Tarixin özü var onun içində, hər biri dastandır onun içində. Həmin dastanların toplusu zəfər. Sətrin əzbər bilir indi hər nəfər. Sərraf da bu əziz zəfər günündə getdi bu şeirlə onun önündə. Əlbəttə, hörmətli izləyicilərim, vətənimizin zəfəri tarixi bir zəfər olaraq elə necə deyərlər, tarix kitabına qızıl hərflərlə yazıldı və bugün Azərbaycan öz Qarabağ torpağına, öz hüquqi torpağına, ərazisinə sahib olan, ərazi bütövlüyünü təmin edən bir dövlətdir və artıq bu imkan, bu bütövlük bizi daha yüksək zirvələrə səsləyir. Artıq həm regionda, həm də dünyada Azərbaycan dövləti öz sözünü necə lazımdırsa deyir. Və vaxtilə bizlərə barmaq silkələyən o imperialist dövlətlər
Elə bizim o məşhur silahımız var ha, iti qovan silahı. Elə bir növ o təbirlə desək it kimi Azərbaycanımızdan qorxurlar. Əlbəttə vətən böyük məfhumdur, hörmətli izləyicilərim. Bu baxımdan böyük Azərbaycanda mənim doğulduğum bir güşə də var. Bu güşə isə Qəbələdir. Azərbaycanımızın gözəl, səfalı güşələrindən biri olan Qəbələ. Yəni Qəbələnin Vəndam qəsəbəsində doğulmuşam. Ancaq ümumiyyətlə belə götürdükdə Qəbələmizin özünün Vəndam da daxil olmaqla çox gözəl təbiəti var və bu gözəl təbiət də istedadlı insanlar yetişdirib. Alimlər, professorlar yetişdirib. Belə alimlərdən biri də mərhum ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Xalid Əli-Mirzəyev olub. Xalid Əli-Mirzəyev o şəxsdir ki, o Azərbaycanın görkəmli yazıcısı, görkəmli ədəbiyyatşünası, deməli Mirzəlal Paşayevin tələbəsi olub. Mirzəlal Paşayevdən dərs alıb və Mirzəlal müəllim Xalid Əli-Mirzəyevi həmişə yüksək qiymətləndirib, onunla fəxr edib. Elə bu sözləri səbəbsiz söyləmədim. İndi sizlərə təqdim eləyəcəyim şeiri, yazdığım, müəllif olduğum şeiri məhz Xalid Əli-Mirzəyevə həsr eləmişəm. İndi Xalid Əli-Mirzəyev cismən həyatda yoxdur, ancaq mənlə bizlərləndir. Beləliklə Xalid müəllim. Zirvəsisən sən vüqarlı dağların, əzəmətli, uca Xalid müəllim. Sönməz günəşisən bütün çağların, doğ, parla doyunca Xalid müəllim. Möhtəşəmsən Qəbələmin özü tək, qiymətlisən onun görən gözü tək. Deyilmisən ürəyinin sözü tək, sən tarix boyunca Xalid müəllim. Meydandan qaçmayan bir mərd olmusan, alçağa, namərdə qəm, dərd olmusan. Mirzə Cəlil ilə həmdərd olmusan, vətəni duyunca Xalid müəllim. Əlinə aldığın ilk gündən bəri azalmadı qələminin kəsəri. Alim tək anlattın neçə əsəri, tükənməz sayınca Xalid müəllim. Cismən bu cahanda olmasan da sən, mənən yaşayırsan, yenə dirisən. Gözəl Qəbələmin şah əsərisən, ey yüksək, ey uca Xalid müəllim. Əlbəttə, insan ona görə insandır ki, ona görə şuurlu varlıqdır ki, sağlığında elə yaşayır ki, o öləndən sonra da ölmür, necə deyərlər, xatırlanır. Xalid müəllim məhz belə bir insanlardan olub. Biz onun varlığını yenə də hiss eləyirik, əlbəttə mənəvi nöqteyi nəzərdən. Deməli, vətən və vətəndaş mövzularında təbii ki, bugün sizlərə Poeziya Saatı proqramında şeirlər təqdim eləyirəm. Təqdim eləyəcəyim növbəti şeiri Sünkar Vəndam qəsəbəmizin bir güşəsi var, Girvə. Yəni, Vəndamın şərqdən giriş qapısıdır bu ərazi. Bax, ona həsr eləmişəm. Beləliklə, Girvəyə həsr elədiyim şeiri təqdim eləyirəm. Girvə, sən Vəndamın şərq qapısısan. Açıl dostlar üçün, qonaqlar üçün. Salamla günəşi söküləndə dan, nur gətir qaranlıq otaqlar üçün. Var cənnət misallı mənzərə səndə, açılır dağlara pəncərə səndə. Bir aləm kəşf etsin qoy hərə səndə, bitib tükənməsin təsirin, gücün. Çıxaq hər fəsildə seyrəngahına, baxaq tərlanına, nazlı ahuna. Təbiət özü də müştaqdır buna, səni müjdəliyir təqvimdə hər gün. Sərrafam, hüsnünə bir qələm çəkdim, torpağına bu şeirlə güləşdim. Əlbəttə, quru şərh verməyəcəkdim. Dostlar, siz söyləyin,
Etdimmi düzgün? Hörmətli izləyicilərim, sonuncu misraya istinadən bildirmək istəyirəm ki, mən bu şeiri Vəndamımızın ziyalı insanlarından, Vəndam sevərlərindən biri olan Seymur Həkimin paylaşımına istinadən yazmışam. O girvə haqqında bir paylaşım təqdim eləmişdi və mən də həmin paylaşıma əsasən bax bu şeiri qələmə aldım. Ona görə sonuncu misrada, yəni şərhə işarə edirəm. Yəni bunun səbəbi bax budur. Əlbəttə vətən və vətəndaş məfhumları çox müqəddəs məfhumlardır. Yəni vətənsiz heç bir zaman vətəndaş ola bilməz. Ancaq necə deyərlər, vətənin, vətəndaşların hardasa üzləşdikləri problemlər də var, dərdlər də var, ələmlər də var. Və təbii ki, bu dərdlər, bu ələmlər heç şübhəsiz ki, üzr istəyirəm, şairlərin, söz adamlarının diqqətindən kənarda qala bilməz və elə ona görə də sizlərə indi təqdim edəcəyim sonuncu şeiri, yəni diqqətlə dinləsəniz, indi söylədiklərimin nə dərəcədə düzgün olduğunu görə biləcəksiniz. Sözsüz ki, mənəvi gözünüz, yəni bəsirət gözünüz vasitəsilə. Beləliklə, vətən və vətəndaş. Müəllif olduğum bu şeiri təqdim edirəm. Qiyməti bahadır, torpağın, daşın, ancaq yox dəyəri bir vətəndaşın. Qürbətə dönübdür vətən də ona, iş, çörək tapılmır vətəndə ona. Düşünmə, qürbətə gəzməyə gedir. Əslində canından bezməyə gedir. Alçalır, xar olur yadlar içində. Adı ləkələnir adlar içində. Yadlar soruşanda hardansan deyə, güvənə bilmir zəngin ölkəyə. Görünür qəpiyə atdığı güllə, ucuzlaşır baha satdığı güllə. Onun qanı ucuz, canı da ucuz. Yadlar yarasına duz səpirlər, duz. Sınanır döyüşdə canlı hədəf tək. Qalır ailəsi, uşaqları tək. Vətənə dönməyə yolları bağlı, qürbətdə əlləri, qolları bağlı. Geyməyə bir yaxşı kətanı yoxdur, ölməyəsə azad vətəni yoxdur. Əlbəttə, hörmətli izləyicilərim, mənim sizlərə təqdim elədiyim bu poeziya nümunələrində mənim bir söz adamı olaraq öz şair təəssüratlarım, necə deyərlər, subyektiv olduqca, yəni təbii ki, şeir, yəni bədii əsərlər subyektivlik mahiyyəti ilə zəngindir. Yəni bu subyektivlik özünə əsas göstərir, ancaq obyektiv meyarlarla, yəni ki, bu subyektiv müşayiət olunur. Belə deyək, yəni mən həmişə yazdığımı olduğu kimi qələmə almağa, necə deyərlər, belə həqiqəti həqiqət kimi təqdim eləməyə çalışıram və istəyirəm ki, mənim dinləyicilərimin, oxucularımın gözləri həmişə həqiqətlərə sarı açıq olsun, qapalı olması. Ona görə də obyektivliyi həmişə əsas götürmüşəm və obyektivlik mənim üçün əsas meyardır. Baxmayaraq ki, bədii əsərlərdə subyektivlik mahiyyəti var. Əlbəttə, bunlar mənim bir müəllif olaraq fikirlərimdir. Nə xoş olardı ki, siz də şərh bölümündə bax mənim şeirlərimə, eyni zamanda şeirlər üzrə verdiyim şərhlərə dair fikirlərinizi də yazasınız, necə deyərlər, təqdim eləyəsiniz. Təqdim etmək, təqdimat demişkən, hörmətli izləyicilərim, mən sizlərin hər birini ANSMV mediasını izləməyə dəvət eləyirəm. Çünki ANSMV mediası həyatın mediasıdır. Obyektivliyin, gerçəkliyin güzgüsüdür. Hələliksə bu qədər. İnşallah yenə görüşərik.